Bəzi qurdlar var ki, orqanizmdə yaşayır da, çıxıb da gedir də, heç bir iz də buraxmır, heç bir belə deyim də xəstəlik də yaratmır. Bir də bir tendensiya var. Əgər evdə bir adamda qurd varsa, başlayırlar bütün ev əhalisinə, nənədən babaya, hamıya qurd dərmanı verirlər. O qədər yanlışdır ki, o qədər yanlışdır ki. Məsələn, eyni yataqda yatan, bir-birindən oynayan uşaqlarda ola bilər. Çünki yataqda yumurtası ola bilər, uşaq orada oynayır, təmas olur, əlinlə vurur, ağzına aparır. Bir də məsələn, pampers yaşlı uşaqlara da qurd dərmanı verirlər, yoluxma deyilir. Mən bunu qəbul eləmirəm. Hələ uşaq əlini popasına atmır, dırnaqlarına heç nə yoluxmur. Bu ağızdan fekal oral yolla keçən bir orqanizmlərdir də bunlar. Belə yoluxuruq biz. Ən çox məktəb yaşlarında, bağça yaşlarında əlini popasına atır uşaq, sonra ağzına ata bilər və beləliklə də təkrar yoluxma ola bilər. Ona görə gigiyenik qaydalara ciddi əməl olunmalıdır. At paltarları ütülənməlidir. Yataq müalicə vaxtında hər gün dəyişilməlidir ki, yataq da təmiz olsun ki, ütülənsin, yataq dəstləri ki, yenidən yoluxma olmasın. Yəni qurd xəstəliklərini bu boyda böyütmək kimlərə xeyir eləyir bilmirəm. Məncə o sırf o qurdla məşğul olan həkimləri qurd həkimlərinə xeyir eləyir. Doğrudan da, yəni hər bir şikayətini onunla bağlayırlar. Məsələn, qan azlığı varsa, qurdu var, yəni ona görə var. Amma halbuki bəlkə də qan azlığının altında çox ciddi xəstəliklər yatır. Niyə uşaqda dəmir defisiti var, niyə ferritin var? Bundan məşğul olmaq lazımdır ki, nəyə görədir bu? Bəlkə çölyak xəstəliyi var uşaqda, dəmir ona görə sorulmur. Və yaxud da ki, uşaqda digər bir hematolojik bir səbəb var, ona görə uzun müddətdir dəmiri aşağıdır. Yəni, tam mənalı, tam təşəkküllü müayinələrdən sonra bu qərara gəlmək olar ki, hə, qurd xəstəliyi var, buna müalicə verilməlidir.